Yusirruna və mə vəf hərfi dodaqlar qönçələnir, deyilir. Və mə burada mə iki səs qədər qaldırılacaq. Çünki mim hərfindən sonra təbi mədli hərf əlif gəlir. Yu'linun. Yu'linun. Yu'linun dedikdə yenə sükuna qədər kəlmə dəqiq şəkildə bölünür. Qayn hərfinin məxrəci boğazın ortasından çıxarılır. Yu'linun. Li incə samitdir. Nu incə samitdir. 4 hərəkət miqdarında uzadılacaq. Mədd ariz olacaq. Çünki ayə sona yetir. Nun hərfinin də məxrəci izhar olacaq. Nun hərfinin üstündə fəthə götürülərək bunun yerinə nə gələcək? Sükun gələcək. Bir də oxuyuram. Yu'linun. Nun hərfi